Salam, biz bugün 4-cü sinif Azərbaycan dili 2-ci hissə kitabından səhifə 48 və 49-dakı olan tapşırıqları həll edəcəyik. Gəlin başlayaq. Tapşırıqlarımıza keçməmişdən öncə kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Çalışma 2A. Şah Abbas və Qarı mətnini oxuduqdan sonra bu hökmdar haqqında nə deyə bilərsiniz? Onun haqqında daha hansı məlumatlar almaq istəyərdiniz? Böyük Abbas. Səfəvilər dövlətinin hökmdarı 1-ci Şah Abbas 1571-ci il yanvarın 29-da Heratda dünyaya gəlib. Uşaqlıq illərini bu şəhərdə keçirən Abbasın tərbiyəsi ilə müəllimi Sultan Ustazı məşğul olub. Abbas 16 yaşında taxta çıxıb. O qısa müddətdə dövlətini çətin vəziyyətdən qurtarmış. Qurtarmaq üçün bir çox işlər görüb. İlk növbədə ölkəsində nizam-intizam yaradıb. 1-ci Şah Abbas əhalinin vəziyyətini yaxından öyrənmək üçün tez-tez libasını dəyişər, xalqın içində gəzərdi. Çörəkçidən çörək, qəssabdan ət alaraq saraya dönər, çəkisi düz olmayan məhsul sahiblərini dərhal cəzalandırardı. 1-ci Şah Abbas hökmdar olmaqla yanaşı güclü sərkərdə idi. O taxta çıxan gündən dövlətin təhlükəsizliyini qorumaq üçün nizami ordu qurmuşdu. Uzaqgörən siyasətçi olan 1-ci Şah Abbas müharibəyə başlamağa tələsməz, problemi sülh yolu ilə həll etməyə üstünlük verərdi. Lakin müharibə başlansa mükəmməl sərkərdə kimi döyüş meydanında ordusuna rəhbərlik edər, cəsur bir döyüşçü kimi özünü təhlükəyə atmaqdan çəkinməzdi. 1-ci Şah Abbas alimləri, şairləri yüksək qiymətləndirir, onları saraya dəvət edir, yazıb yaratmağa ruhlandırırdı. O özü də şeirlər yazırdı. 1-ci Şah Abbas doğma ana dilinə önəm verirdi. Onun tələbi isə sarayda hamı Azərbaycan dilində danışırdı. Bu haqda İtalyan səyyahı Della Valle belə yazır. Şah mənim türk dilini bilib-bilmədiyimi soruşdu. Xoş gəldin, səfa gətirdin, deyərək səyahətimin səbəbləri haqda məni bu dildə sorğu-sual etdi. Avropalıların Böyük Abbas adlandığı görkəmli Səfəvi hökmdarı 58 yaşında vəfat etmişdir. Çalışma B. Nə anladın? Böyük Abbas mətninə əsasən sualları cavablandırın. Şah Abbas nə vaxt və harada anadan olub? Cavab 1571-ci il yanvarın 29-da Heratda dünyaya gəlib. 2. Şah Abbasın müəllifi kim olub? Sultan Ustazı. 3. Şah Abbas neçə yaşında taxta çıxıb? 16 yaşında. 4. Şah Abbas dövlətin inkişafı üçün hansı işlər görüb? Ölkəsində nizam-intizam yaradıb. Dövlətin təhlükəsizliyini qorumaq üçün nizami ordu qurmuşdu. Alimləri, şairləri yüksək qiymətləndirirdi. Doğma ana dilinə önəm verirdi. Keçdik. Çalışma C. Mətndəki məlumatlardan çıxış edərək Şah Abbasın hakimiyyətdə olduğu illəri müəyyən edin. Bunun üçün misallar qurun. Anadan olmuşdur 1571-ci il, taxta çıxmışdır 16 yaşında, hakimiyyətdə gəldiyi il 1571 üstə gəl 16 edir 1587. Deməli, vəfat etdiyi yaş 58 yaş olduğunu bildiyimiz üçün 1571-in üstünə 58 gəlirik 1629. Hakimiyyətdə olduğu illər isə 1587-1629-cu illər. Çalışma C. Şah Abbas və Qarı rəvayətinə və Böyük Abbas mətninə istinad edərək aşağıdakı fikirlərə əsaslandırın. 1. 1-ci Şah Abbas uğurlu hərbi əməliyyatları geniş quruculuq işləri ilə yadda qalıb. Deməli, 1-ci Şah Abbas qısa müddətdə dövlətin çətin vəziyyətdən qurtarmaq üçün bir çox işlər görüb, ölkəsində nizam-intizam yaradıb, nizami ordu qurub. 2. 1-ci Şah Abbas əhalinin vəziyyətini yaxından öyrənmək üçün tez-tez libasını dəyişər, xalqın içində gəzərdi, cəmaatı aldadanları dərhal cəzalandırardı. O problemi müharibə ilə deyil, sülh yolu ilə həll etməyə çalışardı. 3. Bəli, o alimləri, şairləri yüksək qiymətləndirir, onları saraya dəvət edər, yazıb yaratmağa ruhlandırırdı. 4. Bəli, Şah Abbas və Qarı rəvayəti nümunə ola bilər. Çalışma C. Keçdik. Çalışma D. Böyük Abbas və Şah Abbas və Qarı mətnlərindəki hansı məlumatlar bir-birini təsdiqləyir? Deməli, hər iki mətndə 1-ci Şah Abbasın tez-tez libasını dəyişib xalqın içində olması, əhalinin qarşılaşdığı problemlərlə tanış olması haqqında məlumat verilir. Çalışma E. Oxuduğunuz mətnlərə aşağıdakı verilmiş tarixi mənbəyə və şəklə istinad edərək Şah Abbas haqqında tarixi informativ mətn yazın. Orta boy, yaşıl gözlər, qısa alın və incə çənəyə malik bu qüdrətli şah bir qayda olaraq sadə geyinər, zinət əşyalarından istifadə etməzdi. Yalnız qılıncının qəbzəsi qızıldan idi. O sadə xalqa bərəkətli torpaqlar, sürülər hədiyyə etməkdən, digər ehtiyaclarını ödəmələri məqsədi ilə mal pul paylamaqdan yorulmazdı. Plan.
1. Şah Abbasın təqdimatı, 2. Şah Abbasın xarici görünüşü, 3. 1. Şah Abbasın xarakteri, 4. 1. Şah Abbasın xidmətləri. Deməli, 1. Şah Abbas Səfəvi hökmdarı olub. O 1587-ci ildə 16 yaşında taxta çıxıb. 1. Şah Abbas orta boylu bir şəxsidir. O həmişə sadə geyinərdi. Zinət əşyalarından istifadə etməzdi. 1. Şah Abbas xalqın qayğısına qalan cəsur, ədalətli hökmdar idi. O, əhaliyə torpaqlar, mal, pul paylamaqdan yorulmazdı. Elə bu xüsusiyyətləri onu xalqa arasında böyük hörmət qazandırmışdı. 1. Şah Abbas uğurlu hərbi əməliyyatları, quruculuq işləri ilə yadda qalıb. İlk növbədə nizami ordu yaradıb, doğma ana dilinə önəm vermişdi. Keçdik çalışma əyə, müzakirə. Siz hansı tarixi şəxsiyyətə bənzəmək istərdiniz, fikrinizi əsaslandırın. Bunu isə sizin öhdəliyinizə buraxıram. Bu çalışmanı siz öz istəyinizə uyğun yaza bilərsiniz. Bugünkü tapşırıqlarımız bu qədər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın. Hələlik.